xeyir olsun əziz müəllimlər. Bu gün biz Azərbaycan dilindən MİQ çərçivə sənədinə uyğun olaraq 4-cü başlığın izahına baxırıq. Burada mən qayda 4 olaraq qeyd etmişəm, problem və həll yolunun müəyyənləşdirilməsi. Problem nədir ümumiyyətlə? Biz bilirik ki, problem normal həyatımızda da qarşımıza çıxan hər hansı bir çətinlik, ziddiyyət, mənfi bir vəziyyət və s. hesab oluna bilər. Yəni, problem riyaziyyatda da, Azərbaycan dilində də və yaxud da digər fənlərdə də öz əksini tapa bilir. Qarşımıza elə bir çətinlik çıxır ki, biz onun həll yolunu araşdırmağa, axtarmağa məcbur oluruq. Eyni şəkildə də Azərbaycan dilinin mətnlərdə burada bir problem qoyulur qarşıya və deyir ki, bu problemin həlli yolunu araşdır, axtar və yaxud da ki, oradakı obrazlardan biri qarşıya qoyulmuş problemin həll yolunu özü təklif edir. Bu problemi tamamilə aradan qaldırmaq da mümkün ola bilər və yaxud da qismən hansısa bir hissəsini aradan qaldırmış da ola bilər. İndi baxaq görək burada nə qeyd olunub qaydalarımızda. Yazılıb ki, mətndə konkret bir çətinliyin, ziddiyyətin, mənfi vəziyyətin ortaya qoyulması və ardınca bu vəziyyəti aradan qaldırmaq üçün atılan addımların və ya təkliflərin təsvir edilməsinə əsaslanır. Eyni şəkildə bayaq izah etdiyim cümlələrdir. Əsas fərqləndirmə mətndə problem hadisələrin gedişatını hərəkətə gətirən əsas mühərrikdir. Həll yolu isə obrazların və ya müəllifin bu problemi ortadan qaldırmaq üçün nümayiş etdirdiyi çıxış yoludur. Bəli, həqiqətən də belədir. Elə bir mətnlər olur ki, orada qoyulmuş hər hansısa bir problemi ya müəllif tərəfindən başqa formada aradan qaldırılması göstərilir və yaxud da obrazın irəli sürdüyü təklifə əsasən aradan qaldırılması göstərilə bilir. Baxaq görək, problem və həll strukturunun komponentləri nələrdir? Baxaq, deməli, mətndə qarşıya çıxan əsas çətinlik, maneə yaradan doğru vəziyyət nədir deyəndə biz burada artıq problemdən danışmış oluruq. Yəni, çətinlik, maneə, narahatlıq doğuran vəziyyət mütləqdir ki, problemdir ki, bunun həll yolları araşdırılmalıdır. Gəlirik səbəbə. Deyir ki, bu problemin yaranmasına rəvaz verən köklü amillər nələrdir, niyə baş verdi? Yəni, bu hadisə, bu problem hansı səbəbdən baş verib? Bu sualın cavabını axtarırıqsa, deməli, biz burada səbəb komponentini araşdırmış oluruq. Yəni, hadisənin baş vermə səbəbi. Problemi həll etmək, vəziyyəti düzəltmək üçün hansı addımlar atıldı və ya təklif olundu? Həll yolu, yəni bu problemi aradan qaldırmağın hansı yolları var? Mən bu problemi necə aradan qaldıra bilərəm? Nə təklif edə bilərəm? Bax, bunlar olur həll yolları. Nəticə isə tətbiq edilən həll yolundan sonra vəziyyət necə dəyişdi? Problem tamamilə aradan qalxdımı? Yəni, elə bir problem ola bilər ki, biz onu tamamilə aradan qaldıra bilərik və yaxud da elə bir problem ola bilər ki, hansısa bir qism vəziyyəti düzəldə bilərik, amma tam aradan qaldıra bilmərik problemi. Yəni, indi baxaq bir mətn üzərində nümunəyə. Nümunə mətn susuz kənd və ağıllı çoban. Yay aylarında kəndin yaxınlığındakı çay tamamilə qurudu. Kənd cəmaatı əkinlərini suvara bilmir, heyvanlar susuzluqdan əziyyət çəkirdilər. Bu gedişlə məhsul məhv olacaqdı. Kəndlilər çarəsiz qalıb köçmək barədə düşünürdülər. Gənc bir çoban isə kənddən bir neçə kilometr uzaqlıqdakı dağlarda böyük bir bulağın olduğunu bilirdi. O, kənd ağsaqqallarını toplayıb təklif etdi ki, hamı birləşib dağdan kəndə tərəf uzun bir arx qazsın. Camaat bir neçə gün gecə-gündüz işləyərək arxı tamamladı. Bulağın suyu kəndə çatdı. Əkinlər xilas oldu və kəndlilər doğma yurdlarında qaldılar. Buradakı mətndəki problem heç aşağı istiyə baxmadan özümüz təyin edə bilərik. Bax, yazıb ki, kənddə yay aylarında çay tamamilə qurudu. Deməli, burada əsas problem elə çayın qurumağıdır. Çünki, bax, bu problemdən başqa digər mikroproblemlər meydana gəlir. Kənd cəmaatı əkin suvara bilmir, heyvanlar susuzluqdan əziyyət çəkir. Bax, bu gedişlə məhsulun məhv olacağı haqqında danışılır. Kəndlilər çarəsiz qalıb köçmək barədə düşünürlər. Yəni, bax, bu arxada göstərilən birinci cümlədən sonraki bütün problemlər hamısı çayın quruması nəticəsində baş verib. Yəni, çayın quruması əsas qlobal problem, yerdə qalanlar isə mikroproblemlər hesab olunur. Yəni, çay qurumasaydı bu problemlərin heç biri də olmazdı. Baxaq, yayda çayın quruması səbəbindən kəndin susuz qalması, əkinləri və heyvanların məhv olmaq təhlükəsi. Bu olur mətndəki problemimiz. Problemin səbəbini düzdür burada verməyib, amma normalda düşünürük ki, bax, yay aylarıdırsa, deməli ki, hava quraq keçə bilər, çayın suyu ona görə quruya bilərik. Və yaxud da yay dəhşətli dərəcədə isti keçə bilər, su mənbəyi öz başına başqa səbəblərdən quruya bilər. Yəni, problemin səbəbi bunlar ola bilər.
Həll yolu isə kənd sobanın təklifi ilə kənd cəmaatının birləşərək uzaq dağdakı bulaqdan kəndə doğru su arxı qazması. Yəni, bax burada gənc bir çoban artıq bilir ki, bu kənddəki bu problemi necə aradan qaldırmaq olar. Görürsüz, o digər problemlərə toxunmur. Yəni, cəmaatı bir neçə ay saxlaya da bilər ki, biraz səbirli olun. Görürsüz, o problemə heç toxunmur. Cəmaat yenə də bir neçə ay səbr eləyib, sonra da çıxıb gedə bilər. Amma gənc çoban bilir ki, burada əsas problem çayın qurumasıdır. Ona görə də mütləqdir ki, kəndə su çəkilsin. Bu baxımdan da cəmaatın köməyindən istifadə edərək kəndə su çəkdirir və bulağın suyu kəndə çatandan sonra əkinlər də xilas olur, kəndlilər də doğma yurdlarında qalırlar və bütün problemlər həll olunmuş olur, kökündən həll olunmuş olur. Vəssalam. Yekun nəticədə artıq qeyd olundu, suyun kəndə çatması, əkinlərin xilas olması və köz təhlükəsinin ortadan qalxması. Deməli, mətn tipli testlərdə bəzən mətndə bir neçə kiçik çətinlik, mikroproblem ola bilər. Bəli, mən onu artıq bayaq qeyd elədim ki, əsas problemdən başqa, qlobal problemdən başqa, digər problemlər mikrodur. Yəni, əsası həll edəndən sonra onsuz da digər problemlər də həll olunacaq. Yəni, ona görə bunlardan da sizin üçün oxumaq istəmədim. Keçək qayda 5 obrazların səciyyələndirilməsi. Obrazın səciyyələndirilməsi ibtidai sinif müəllimləri bilir ki, bu 3-cü sinifdən artıq bizdə obraz xəritəsi var və obrazın səciyyələndirməsi sırf həmin o hissədən başlayır uşaqlara öyrədilməyə. Yəni, obraz səciyyələndirilərkən onun əsasən xarici görkəmi deyil, daxili mənəvi aləmi nəzərə alınır. Məsələn, bax, orada obraz xəritəsində biz əsas nə edirik? Tutaq ki, birinci obrazın təqdimatı olur. Tutaq ki, bizdə bir ağatlı oğlan mətni var idi. 3-cü sinif mətnidir. Burada əsas obraz kimi götürülür ağatlı oğlan. Ağatlı oğlan kimin oğlu idi? Orada Mehdər oğlu yazılmışdı. Düzdür? Təqdimatda belə bir şey qeyd olunur. Sonra yazılır ki, məsələn, onun keçirdiyi hisslər, məsələn, orada qürur hissi var. Niyə qürur hissi keçirdi? Çünki vətəni xilas eləyir. Və yaxud da ki, necə bir oğlandır, mənəvi keyfiyyətlərindən yazırıq ki, vətənpərvər, çünki vətəndən ötürü canından keçməyə hazırdır. Yəni, bu şəkildə biz obrazı təqdim edirik. Bu obrazın səciyyələndirməsi müəllif tərəfindən obrazın bizə çatdırılmasıdır. Məsələn, orada mənfi obrazlar var, müsbət obrazlar var. Biz baxırıq davranışlarına. Deyirik ki, məsələn, bax bu xəsisdirsə, yardımsevər deyilsə, deməli biz bunu necə götürürük? Mənfi obraz kimi. Yox, əgər məsələn dostluqda sədaqətlidirsə, düzgün, dürüst insandırsa, başqalarına yardımı sevirsə, biz bunu götürürük müsbət obraz kimi. Yəni biz mətni oxuduqca artıq dərk eləyirik ki, müəllif burada bizə nəyi çatdırmaq istəyir, hansı mənəvi keyfiyyətləri bizə çatdırır ki, məsələn, bax bunlar müsbətdir, bunlar mənfidir. Bu obrazlar müsbət keyfiyyətlər daşıyır, bu obrazlar isə mənfi. Yəni səciyyələndirmə sırf budur. Başqa bir bunun anlamı yoxdur. Əsas məsələ odur ki, mətni düzgün oxuyaraq obraza özün düzgün qiymət verməyə bacarasan. İndi burada görək nə qeyd olunub. Mətndəki personajın daxili aləminin, xarakterinin, mənəvi keyfiyyətlərinin, davranış motivlərinin və müəllif tərəfindən ona verilən fərdi xüsusiyyətlərin üzə çıxarılması prosesidir. Bu proses vasitəsilə oxucu personajın sadəcə xarici görkəmini deyil, onun psixoloji portretini və mətndəki rolunu dərk edir. Bəli, biz mətni oxuduqca artıq oradakı obrazı gözümüzdə canlandıraraq necə bir obraz olduğunu təsvir edə bilirik. Deməli, səciyyələndirmə iki formada həyata keçirilir. Birbaşa vasitəsiz səciyyələndirmə, yəni burada müəllif obrazın xarakterini mətndə açıq şəkildə yazır. Məsələn, yazır ki, tutaq ki, hansısa bir mətndir, yazıb orada bir varlı adamdan danışır. Yazır ki, o varlı olsa da qapısına gələn, yardım istəyən hər kəsi geri çevirirdi, çünki o çox xəsis adam idi. Görürsünüz, burada birbaşa onun xəsisliyindən danışır. Yəni, bizim bunu düşünüb tapmamıza ehtiyac yoxdur da ki, bu necə bir insandır. Buna deyirik vasitəsiz səciyyələndirmə. Amma vasitəli səciyyələndirmədə burada sırf oxucu obrazın xarakterini, onun hərəkətlərini əsasən özü təyin eləyir. Nitqindən, obrazın keyfiyyətlərindən, hərəkətlərindən özü çıxarır bu obraz haqqında fikri ki, yəni bu adam necə insandır? Məsələn, hərəkətlərinə baxır, deyir ki, qorxaqdırmı, cəsurdurmu və yaxud da necə deyim, vətənpərvərdirmi? Bunların hamısını təyin eləməyə artıq oxucunun özünə qalır. Mətndə obraz düzgün xarakterizə etmək üçün oxu prosesində bu ardıcıllıq izlənilməlidir. Faktların toplanması, məsələn, obrazın etdiyi hərəkətlər, dediyi sözlər mətndən seçilərək altına xətt çəkilir. Yəni, tutaq ki, bayaq qeyd etdiyim Ağatlı oğlan mətni, bax, orada onun hərəkətləri var. Tutaq ki, bax, orada gəlir, siz, bilmirəm, bəziləriniz oxumusunuz, o mətni oxumalısınız. Gəlir şaha xahiş eləyir ki, icazə ver düşmən pəhlivanı ilə mən döyüşüm. Bilir ki, axı ona gücü çatar da. Şah da onu deyir ki, mən özümün oğlanlarım dura-dura, 2 dənə oğlu olur şahın.
Niyə sən kasıb Mehdaroğlu mən oğlanlarımın əvəzinə gedib döyüşməlisən? Yəni burada oğlanı düzdür biraz incidir də. Bu söz onun xətrinə dəyir həqiqətən də ki, yəni bu şah mənə niyə belə davranır? Amma şahın belə deməyinə baxmayaraq axırda da gedir. Şahın oğlanları həmin o pəhlivanla döyüşdə uduzurlar, amma Ağatlı oğlan orada qalib gəlir. Və qalib gələndən sonra gəlir, üzünə niqab olur da, tanınmamaq üçün niqab da taxır ki, şah onu tanımasın, birdən ona mane olar. Gəlir axırda şaha deyir ki, yəni qəhrəmanlıq varla, dövlətlə, pulla ölçülmür. Yəni orada bax obrazın etdiyi hərəkət, vətən üçün canından keçməyə çalışması, dediyi sözlər, yəni bunlar hamısı artıq həmin obrazın, yəni Ağatlı oğlanın müsbət obraz olduğunu bizim nəzərimizə çatdırır. Gəlirik nəticə çıxarma, inferensiya. Bu sözlər deyən və ya bu addımı atan insan hansı xüsusiyyətlərə malikdir sual verilir. Bax, mən bayaq dediyim, məsələn, o oğlan deyirsə ki, hər şey var dövlətlə ölçülmür, yəni vətəni sevməyi sən var dövlətlə ölçə bilmərsən deyirsə, deməli bu oğlan vətənpərvərdir də. Sözünün üstündə durursa etibarlıdır, çətinlikdən qaçmırsa cəsurdur və s. Bu artıq nəticə çıxarmadır. Gəldik xarakter cizgilərinin qruplaşdırılması. Obrazın müsbət, məsələn, fədakar, xeyirxah, uzaqgörən və ya mənfi, məsələn, lovğa, paxıl, qətiyyətsiz tərəfləri müəyyən edilir. Müəllif mövqeyinin tapılması. Müəllifin obraza qarşı rəğbəti, ironiyası və ya nifrəti müəyyən olunur. Müəllif özü də bizim kimi bir insandır da, düzdürmü? Mətndə bizə çatdırmaq istədiyi fikir, bizim gözümüzün qarşısında canlandırmaq istədiyi təsvir bizdə bir obraza qarşı ya rəğbət oyadır, ya da nifrət oyadır. Məsələn, ədalətsiz bir insan görəndə istər-istəməz biz ona nifrət edirik, düzdürmü? Amma vətənpərvər, cəsur, qoçaq birini görəndə ona qarşı rəğbətimiz oyanır. Yəni, bu sırf müəllifin mövqeyindən də asılı olan bir şeydir. Çünki onu bizə müəllif özü tanıdır. Gəlir nümunə mətin, Qocabağ və Gənclər. Kəndin kənarında yaşayan qoca Əhməd dayı hər səhər günəş doğmadan durar, beli bükülmüş halda bağındakı gənc ağacları sulayır, qurumuş budaqları budayardı. Bir gün kəndin lovğa gəncləri onun yanından keçərkən gülüb dedilər: "Hey, Əhməd dayı, bu yaşda özünü niyə yorursan? Onsuz da bu əkdiyin ağacların barını görməyə ömrün çatmayacaq." Qoca belinə söykənib gülümsədi. Nurlu gözləri ilə gənclərə baxdı və aramla cavab verdi: "Oğullarım, bizdən əvvəlkilər əkdiyi biz yedik. İndi biz əkirik ki, bizdən sonrakılar yesin." Gənclər bu müdrik sözlərdən xəcalət çəkib səssizcə uzaqlaşdılar. Əhməd dayı obrazının səciyyələndirməsi. Heç biz alt hissədə, yəni verilmiş məlumatlara baxmadan özümüz gəlin müzakirə eləyək. Bax deyir ki, Əhməd dayı səhər günəş doğmadan durardı. Yəni görün bu necə zəhmətkeş insandır ki, yaşının o dövründə, yəni artıq burada bizim üçün qeyd eləyiblər də ki, çox yaşlı bir insandır. Zəhmət çəkir, ağac sulayır, gələcəyi görməyə çalışır ki, yəni gənc nəsillər də bu ağacın meyvələrindən bəhrələnsin. Belə bir insandır Əhməd dayı. Amma görürsüz, burada onu zəhmətkeş olmağı barədə bir kəlmə də müəllif söz deməyib. Sadəcə Əhməd dayı obrazını təsvir eləyib, müsbət şəkildə təsvir eləyib. Biz özümüz vasitəli şəkildə nə edirik? Bu cümlələri birləşdirərək düşünürük ki, bu Əhməd dayı zəhmətkeş, çox gözəl bir insan olub. Amma bax burada lovğa gənclər sözünü görürük də. Lovğa gənclərdə bu hissədə artıq burada vasitəsiz şəkildə, yəni özü avtomatik şəkildə verib ki, bu gənclər lovğadır. Başqalarının yanından keçib onun hərəkətlərinə gülürlər, başqalarını təhqir eləyirlər, tənqid eləyirlər və s. Yəni, burada da artıq biz gənclərin lovğa olduğunu müəllif tərəfindən özü aşkar etdi. İndi gəlirik müzakirəyə. Deyir ki, Əhməd dayı obrazının səciyyələndirməsi vasitəli təhlil, yəni özümüz tapırıq. Zəhmətkeş və dözümlüdür, hardan bildik? Çünki beli bükülmüş olmasına baxmayaraq, hər səhər günəş doğmadan bağda işləyir. Fədakar və uzaqgörən insandır, bunu hardan bilirik? Çünki yazıb ki, öz xeyrini deyil, gələcək nəsillərin rifahını düşünərək ağac əkir. Təmkinli və müdrik insandır. Bunu bizə qeyd eləyibmi? Xeyr, əlbəttə ki, biz özümüz tapırıq. Gənclərin lağlağasına qəzəblənmir, onlara nəsihətamiz və aramla cavab verir. Bəli, deməli, Əhməd dayı obrazı vasitəli şəkildə özümüz müəyyənləşdirə bildik ki, çox gözəl, müsbət bir obrazdır. Gəldik gənclərin səciyyələndirməsinə. Gənci artıq vasitəsiz şəkildə özü vermişdi ki, lovğa gənclər, düzdür? Baxaq burada. Vasitəsizdə baxın görün, bax müəllif obrazının xarakteri mətndə açıq şəkildə yazır. Xəsis adam və yaxud da lovğa gəncdir, düzdürmü? Biz bunu artıq burada tapdıq. İndi deyir ki, həmin gənclər lovğa olaraq bizə birinci tanıdıldı. Amma axır hissədə yazır ki, müdrik sözlərdən xəcalət çəkib, səssizcə uzaqlaşdılar. Müdrik sözlərdən xəcalət çəkib, səssizcə uzaqlaşdılar. Bu o deməkdir ki, bu gənclərin içərisində daxilində biraz da olsa
mənəviyyatlarında az da olsa utanmaq hissi və yaxud da ki, dərk etmələri var imiş ki, müdirin sözlərindən biraz da olsa utanıb xəcalət çəkə biliblər. Çünki elə gənc ola bilər ki, müdirin sözünə qayıdar kobud cavab verər və yaxud da ki, heç onun sözlərinə ümumiyyətlə əhəmiyyət verməz. Amma bu gənclər ən azından xəcalət çəkib səssizcə uzaqlaşa biliblər. Deməli, əslində bu gənclər əvvəlcədən nəyinsə düzgün tərbiyə olunmayıb da, nəsə onlara düzgün çatdırılmayıb ki, hal-hazırda onlar qocanın hərəkətinə gülürdülər. Amma sonda müdirin sözlərindən sonra öz hərəkətlərini düzəltdilər. Deməli, bax burada gənclərin lağlağısına qəzəblənməyən Əhməd dayı, onların nəsihətamiz və aramla cavab verən Əhməd dayı, onları düzgün yola çəkə bilir. Və burada da artıq müəllif obrazı nifrət yaratmaq istəmir. Deyir, gəncdirlər də, hər kəs səhv eləyə bilər, gənclər də anlamayıb. Amma sonra da səhvlərini anlayıblar. Müdrik cavabdan sonra xəcalət çəkirlər. Bu da onların daxilində hələ mənəviyyatın tam itmədiyini göstərir. Vəssalam, dərsin izahı bu qədər müəllimlər. Keçirik mətnlərin izahına. MH mətn testlərindən 51-ci testimiz. Nömrələnmiş hansı cümlədə mətndəki problem əks olunmuşdur deyir. Mətnimizi oxuyaq. Ərzaq malları dükanının sahibi bərk dilxor idi. Elə bil qəsdən düz onun dükanının qabağında, küçənin o tərəfində nəhəng supermarket açılmışdı. Bu isə onun biznesinin sonu demək idi. Nəsildən nəslə keçən bu dükan çox böyük olmasa da etibarlı gəlir mənbəyi idi və indi onu gözləyən müflisləşmə təhlükəsi yalnız dükanın hazırki sahibi üçün deyil, həm də bütün ailəsi üçün əsl fəlakət idi. Görürsünüz ki, burada qarşısında cümlələrin nömrələr qoyulub, düzdürmü? Burada da sualımızda deyir ki, nömrələnmiş hansı cümlə mətndəki problemi əks etdirir, əsas problemi. Bax, burada ərzaq malları dükanının sahibi bərk dilxor idi. Çünki dükanın qabağında böyük supermarket açılmışdı, nəhəng supermarket açılmışdı. Bu əsas problemdir. Yerdə qalanlar isə bayaqki mövzu izahında dediyimiz kimi mikro problemlərdir. Yəni biz burada artıq bax biznesin sonu deməkdir və yaxud da ki müflisləşmə təhlükəsidir. Bunlar hamısı supermarketin açılmasından sonra olan səbəblərdir də. Əgər bu supermarket açılmasaydı, digər təhlükələr də olmazdı. Ona görə də burada əsas olacaq nə? D variantı yalnız bir. Keçək digər mətnimizə. 52-ci mətndə deyir ki, mətn parçasına əsasən doğru fikri müəyyən edin. Adolf Hitlerin partiyası 1939-cu ildə 2-ci Dünya müharibəsinə başladı. Qoca qitənin mərkəzində böyük fəlakətin başlanğıcı qoyuldu. Məhz bu zaman məşhur fizik Albert Einstein və Leo Szilard yeni bir təhlükə barəsində məlumat verdilər. Almanlar atom bombasının yaradılması üçün hazırlıqlara başlayıblar. Bu isə bütün dünya üçün dəhşətli fəlakətdən xəbər verirdi. Deməli, əsasən doğru fikri deyir. Doğru fikri axtarmağa başlayırıq. Müharibə özü ilə bircə ümumbəşəri problem gətirmişdi. Bəli, həqiqətən də belə idi. Çünki atom bombası olması ümumbəşəri bir problemdir. Böyük itkilər səbəb ola bilər, azınacaqlı vəziyyətə gətirib çıxara bilər. Yəni A əslində bizim düzgün variantımızda, digərlərinə də baxaq. Mətndə əsasən alimlərin öz kəşfləri ilə bağlı məlumat verdiyini müəyyən etmək olar. Xeyr, burada Albert Einstein ilə Leo Szilard demir ki, özləri kəşf edib. Deyir ki, almanlar atom bombasının yaradılması üçün hazırlıqlara başlayıb. Ona görə B variantı ola bilməz. Keçirik C-yə. Deyir, dünya müharibəsinin başlanğıcı insanlığın məhv olmasını təmin etdi. Xeyr, insanlıq məhv olsaydı, dünya müharibəsində biz indi var olmazdıq. Yəni, insanlıq məhv olmayıb. Düzdür, çox insan ölüb. Amma ki, insanlıq məhv olmayıb. Gəldik D-yə. Partiyanın fəaliyyət xətti ilə bağlı məlumat verən fiziklər atom bombası hazırlayırlar. Xeyr, əlaqəsi yoxdur. Həmin fiziklər atom bombası hazırlayanlar deyildi. Elmi üslubun tələblərini qorumaq üçün ifadələrdən biri dırnaqda yazılmışdır. Xeyr, bu da bizim səhv variantımızdır. Keçdik 50-yə. Deyir, mətnin məzmunu ilə səsləşməyən fikri müəyyən edin. Səsləşməyən nə deməkdir? Yəni, biz mətni oxuyacağıq. Oxuyandan sonra mətnin məzmununa uyğun olmayan bir cümlə olacaq. Yəni, digər cümlələr hamısı uyğunlaşacaq, bir variantı uyğunlaşmayacaq. Baxaq görək. Nəsrəddin Tusi ona bütün dünyada böyük şöhrət qazandıran məşhur Əxlaqi Nasir əsərində yazırdı. İnsan çox danışmamalı, başqasının sözünü yarımçıq kəsməməli, başqasının nağıl etdiyi hekayət, rəvayəti bilirsə, bunu üzə vurmamalı və onun danışıb qurtarmasına imkan yaratmalıdır. Başqasından soruşulana cavab verməməli, ümumiyyə edilən sualda cəmaatı qabaqlayıb irəli düşməməlidir. Biri cavab verirsə, daha qabil cavab verməyə qadir olsa da səbr etməli. O sözünü qurtardıqdan sonra öz cavabını verməlidir. Başqalarının söhbətinə qarışmamalı, onlara gizlin qulaq asmamalıdır.
özləri müraciət etməsələr, söhbətə qoşulmamalıdır. Belə bu şəkildə tərbiyəvi gözəl nəsihətamiz bir mətindir. Deyir ki, səsləşməyə fikri tapın. Baxaq görək səsləşməyən fikrimiz nəymiş? Çox danışmaq Tusi tərəfindən bəyənilməyən cəhətdir. Bəli, düzdür. Yəni bu mətndən səsləşir, uyğunlaşır. Ona görə bunu götürməməliyik. Ümumi üçün verilən suala cavab vermək üçün tələsmək lazım deyil. Ümumi üçün verilən suala, bəli, burada yazıb ki, tələsmək lazım deyil. Neynəməliyik? Deyir ki, heç kim qabaqlayıb irəli düşmək lazım deyil. Bax, bu variant da var, ona görə də getdi. Başqalarının söhbətlərinə gizlin qulaq asmaq yanlış əməl hesab olunur. Əlbəttə ki, bu da mətndə verilmişdir. Başqasına soruşulana cavab verməməli, gizli qulaq asmamalı. Bunlar hamısı var. Baxın. Danışılan hadisə haqqında əvvəlcədən məlumatı olan insan vaxtın boşa getməsinin qarşısını almalıdır. Xeyr, burada belə bir cümləyə rast gəlməmişik. Orada deyir ki, nəyisə bilsən də, yəni gözlə. Gözlə ki, cəmaət fikrini danışsın, bitirsin, sonra sən danış. Yəni D variantı bizim mətndən səsləşməyən cümləmizdir və doğru cavabımızdır. E-də də deyir ki, başqasının söhbətinə qoşulmaq üçün söhbət edənlərin özlərini sənə müraciət etmələrini gözləməlisən. Bax, burada yazıb, özləri müraciət etməsələr, söhbətə qoşulma. Vəssalam, keçirik digər mətnə 48. Deyir ki, mətnin məzmunu ilə bağlı cədvəldən uyğun variantı müəyyən edin. Belə rəvayət edirlər ki, İbn Sinanın sinfində Ömər adlı bir uşaq oxuyurmuş. Onun zəngin atası Ömərin təhsili üçün pul əsirgəməzmiş. Bir dəfə müəllim sinifdə Ömərin atası ilə söhbət edərkən İbn Sinanı tərifləyib onu Ömərə nümunə göstərir. Ömərin atası etiraz edir. Axı onlar eyni məktəbə, eyni müəllimin yanına gəlirlər. Bu necə ola bilər? Müəllim uşaqları sinifdən çıxarıb, onların döşəkçələrin altına dəftər qoyur. Sinifə qayıdan uşaqlar öz yerlərində əyləşirlər. Ömər heç nə hiss etmir. İbn Sina isə narahat görünür. Müəllim soruşur, uşaqlar bir dəyişiklik hiss etdinizmi? Ömər deyir, yox müəllim, nə olub ki? İbn Sina isə cavab verir, bilmirəm, ya mən böyüdüm, ya da tavan aşağı gəldi. Yəni bu şəkildə bir mətindir. Həmişə kimi İbn Sina haqqında olan mətnlər də yenə də tərbiyəvidir. Deməli, mətnimizdə nə deyir bizə? Deyir ki, səbəb və nəticə cədvəli verib bizə və istəyir ki, uyğun variantı seçək. Uyğun variant o deməkdir ki, səbəbin altında, səbəb nəticənin altında nəticə olan, yəni uyğun olanı seçməliyik. Baxaq aya, deyir ki, Ömərin atası Ömərin təhsili üçün çoxlu pul xərcləyir. Bəli, bu düzdür. Səbəbdə həqiqətən belə bir şey var. Amma Ömər savadlı və bacarıqlı uşaq kimi yetişməsi bunun nəticəsidir. Xeyr. Əgər Ömər savadlı və bacarıqlı bir uşaq olsaydı, niyə İbn Sinanı ona tərifləyirdilər ki? Niyə nümunə göstərirdilər ki? Deməli, Ömərdə nəsə bir qüsur var imiş. Ona görə A variantı bizim cavabımız deyil. Gəldik B-yə. B-də deyir ki, müəllim uşaqları döşəkçələrin altına dəftər qoymaqla sınayır. Bəli, belə bir şey var idi. Amma Ömərin atası İbn Sinan bacarığının şahidi olurmu? Bəli, olur. Çünki müəllim elə sırf atıya sübut eləmək istəyirdi ki, İbn Sina həqiqətən Allah vericisi bir istedadlı uşaqdır da. Yəni Ömərin ondan fərqi odur. Nə olsun ki, onlar eyni məktəbə gedib eyni müəllimdən təhsil alırlar, amma İbn Sina istedadlıdır. Onu göstərmək istəyirdi və düzgün cavabımız olacaq bizim B. Amma digər variantlara da yenə də baxaq. İbn Sina özünü narahat hiss eləyir. Bəli, özünü narahat hiss eləyir. Ömər narahatlıq keçirmir. Bəli, keçirtmir. Amma İbn Sinanın özünü narahat hiss eləməsi, Ömərin narahatlıq keçirməsi onun nəticəsi deyil axı. Ömər narahatlıq keçirmir, bu səbəbə yazıb başqa bir şey yazmaq olardı. Və yaxud da İbn Sina özünü narahat hiss eləyir, nəticədə müəllimə cavab verir, bu şəkildə bir şey yazmaq olardı. Amma bunların ikisini səbəb və nəticəyə qoymaq düzgün deyil. Yəni, narahatlığın səbəbi Ömərə bir aidiyyatı yoxdur. Müəllim zəngin atıya dərs vermək istəyir. Xeyr, əsla belə deyil. Yəni, o dərs vermək istəmir. Sadəcə başa salmaq istəyir ki, İbn Sinanın onun oğlu Ömərdən fərqi nədir? Bilə-bilə Öməri gözdən salır. Əsla yox. Heç bir müəllim öz şagirdini yəqin ki, gözdən salmağa çalışmaz. Ömərin atası kasıb deyildi. Bəli, kasıb deyildi. Nəticədə İbn Sina gözəl təhsil almışdı. Və Ömərin atasının varlı olmasından İbn Sinaya bir aidiyyatı yoxdur axı. İbn Sinanın atası olsaydı deyərdik. Amma Ömərin atası ilə İbn Sinanın bir əlaqəsi yoxdur. Yəni cavabımız olur B variantı. Keçirik növbətiyə. 45. 45-də görək nə deyir? Deyir ki, mətndəki yazıcı obrazı ilə bağlı doğru fikri müəyyən edin. Yəni burada sırf bayaq var idi ha obrazın səciyyələndirilməsi. İndi ona aid bir mətindir bu da. Yapon yazıcısı Kenzaburo Oeni nüvə fəlakəti və şəxsi faciəsi ciddi narahat edirdi. Hiroşima və Nagasakiyə atılmış atom bombalarının törətdiyi ağlasılmaz faciələrin acı nəticələrinin Yapon cəmiyyətinə təsiri,
Həmin fəlakətin nəticəsi kimi Oenin ilk övladı Hikari'nin fiziki qüsurlu dünyaya gəlməsi yazıçının həyatında dərin iz buraxmışdı. Bu iki ağrı daim yazıçını narahat etmiş, şəxsi təcrübə romanı da həmin amansız ağrının təzahürü idi. Hikari Yaponiyanın ən məşhur bəstəkarlarından olsa da, yazıcı aldığı mənəvi zərbəni unuda bilmədi. Oe yazırdı. Əqli çatışmazlığı olan oğlum Hikari quşların köməyi ilə Bach və Mozartın musiqisini qavramağa başladı. Axırda da öz əsərlərini bəstələdi. Onun bəstələdiyi kiçik musiqi parçaları sevinç, təravət və nəşə ilə doldu. İndi baxaq, yazıb ki, əqli çatışmazlığı bəstəkar olmasına mane olmamışdır. Bəli, Hikari əqli çatışmazlığı olsa da bəstəkar olmasına mane olmayıb. Amma Hikari burada bizim obrazın, yəni yazıcı obrazının oğludur. Bu A variantının yazıcıya bir aidiyyatı yoxdur. Çünki deyir ki, yazıcı obrazı ilə bağlı, yazıcı ilə bağlı bir fikri deyin, doğru fikri deyin. Keçirik B-yə. Deyir ki, onu yalnız xalqının halı narahat edir və ailəsi haqqında düşüncələri daim ikinci planda durdu. Qətiyyən yox. Çünki orada da yazıb ki, bu iki ağrı daim yazısını narahat etmiş. Yəni iki ağrı ikisi də birdən onu narahat edirdi. Demirəm ki, ailəsi ikinci planda idi. Səhv fikirdir. Keçirik C-yə. Deyir ki, onun ikinci övladının qüsurlu doğulması, ikinci sözünü görən kimi onsuz da götürmürük. Çünki övladının birinci övladı qüsurlu idi ümumiyyətlə. D-də deyir ki, yazıcının yazdığı roman İkinci Dünya müharibəsi ilə bağlı idi. Xeyr, ümumiyyətlə onun yazdığı roman nə haqqında idi? Şəxsi təcrübə romanı. Yəni, o ürəyində o ağrılardan, Hiroşima və Nagasakiyə atılmış atom bombalarının törətdiyi faciələrdən, üstəlik də oğlunun fiziki qüsurlu dünyaya gəlməsindən şəxsi təcrübə romanı yazıb. Amma burada İkinci Dünya müharibəsi yazıb, səhvdir. Gəldik E, yəqin ki, bizim doğru cavabımız olacaq. Hiroşima və Nagasakiyə atılan atom bombasının acı təsiri də bu yazıcının ailəsindən yan keçməmişdi. Bəli, düzdür. Oğlu fiziki qüsurlu, əqli qüsurlu dünyaya gəlmişdi. Gəldik 41-ə. 41-də deyir ki, Roma rəqəmi qoyulan hansı cümlələr ilə yeni abzas başlamalıdır? Biz yeni abzas deyəndə artıq bilirik ki, abzas nədir? Fikir yenilənməsidir də, yəni yeni fikrə keçirik ki, biz abzası yaradırıq, dəyişirik. Baxaq görək indi burada hardadır? Xəzər dənizi nadir və zəngin təbii ehtiyatları olan daxili su hövzəsidir. O, dünyanın iki mühüm hissəsinin Avropa və Asiyanın sərhədində yerləşir. Bax, burada birinci başlayıb artıq. Yazıb ki, dərinliyinə görə Xəzər dənizi. Baxın, bura kimi Xəzər dənizinə ümumi məlumat verirdi. Gəldi, burada dərinliyinə görə başladı dünyanın ən dərin göllərindən geri qalmasından danışır. Sonra yazıb ki, Xəzər dənizinin şelfinin orta dərinliyi 100 metrdir. Bax, bura kimi sırf dərinliyidir da, düzdür. Deməli, bax, burada birdə artıq yeni bir abzas başlayıb. Başlayıb ki, biz bunu ayırmalıydıq ki, əslində yeni abzasdan başlatmalıydıq ki, bilək ki, yeni bir fikirdir. İndi burada yazıb ki, dəniz şelfinin orta dərinliyi 100 metrdir. Şelf də nədir? Sahildən dənizə doğru getdikcə, əvvəl dayaz, sonra dərin olur axı. Həmin o dayaz hissəyə dəniz şelfi deyirlər. Yəni, bu da dərinliklə əlaqəlidir. İkinci cümlədə birincinin ardıdır, onu demək istəyirəm. Gəldik 3-ə. Baxaq görək, bu da ona aiddirmi? Xəzər dənizində 150-dən artıq çay tökülür. Xeyr, bax bu cümlədə tamam burada bax görürsünüz ki, fikir ayrılığı yaradır. Niyə? Çünki bura kimi gölün dərinliyindən danışırdı, amma üçüncü cümlədə keçir bura tökülən çaylardan. Yazıb ki, ən nifləri Volqa, Ural, Kür, Terek, Samur çaylarıdır. Xəzər dənizi coğrafi vəziyyətinə görə yer planetinin iqlim indikatorudur. Nə deməkdir iqlim indikatoru? Yəni o demək ki, Xəzər dənizində suyun səviyyəsinin dəyişməsindən asılı olaraq ətraf coğrafi mövqelərdə olan hadisələri təyin etmək olar ki, yəni görək bu hadisələr niyə baş verib? Yəni suyun azalması, çoxalması çaylarda olan problemləri də üzə çıxardır. Onu demək istəyir. Yəni 3-ün ardı 4-dür. Deməli 1-də fikir dəyişikliyi oldu, 3-də fikir dəyişikliyi oldu. Yəni yeni abzas yarandı. Cavabımız olur C variantı. Keçirik növbətiyə. 42-ci tapşırıqda deyir ki, mətnin məzmunu ilə bağlı doğru fikirləri müəyyən edin. Deməli, Azərbaycan Xalq Cümhuriyyəti Rus Sovet qoşunlarının hərbi müdaxiləsi ilə devrildikdən sonra hakimiyyətə gələn bolşevik kommunist rejimi incəsənəti, ədəbiyyatı öz ideologiya alətinə çevirmək üçün ilk gündən tədbirlər həyata keçirməyə başladı. Ədəbiyyatımızdakı milli demokratik meyillər get-gedə daha sərt şəkildə sıxışdırıldı. Sovet ideologiyasını ardıcıl və qəti şəkildə müdafiə edən ədəbi birliklər, təşkilatlar yaradıldı. Sovet hakimiyyətinin ideoloji prinsiplərinin rəhbər tutulması ədəbiyyatın təbii inkişafının qarşısına sədd çəkdi. Həyat həqiqətlərini əks etdirmək baxımından Sovet ədəbiyyatının öz prinsipləri var idi.
Keçmişə, klassik ədəbiyyatımıza ilk vaxtlar daha çox xor baxan, yeni quruluşu, Sovet həyat tərzini göylərə qaldıran bu ədəbiyyat milli məfkurəyə qarşı idi, yəni milli fikirlərə. İndi baxaq görək nə deyirdi? Deyir ki, bağlı doğru fikirləri müəyyənləşdirin məzmununa bağlı. Keçək. Bir də deyir ki, ədəbiyyatın inkişafı heç vaxt ölkənin siyasi vəziyyətindən asılı ola bilməz. Əlbəttə ki, asılı ola bilər. Görürsünüz, Sovet rejimi gələndən sonra ədəbiyyatda nə qədər dəyişikliklər baş verdi. Birinci fikrimiz nədir? Səhvdir. Biz doğrunu axtarırıq. Sovet ədəbiyyatı keçmişə xor baxır və öz prinsiplərini irəli sürürdü. Bəli, düzdür. Azərbaycanda Sovet ideologiyasını müdafiə edən birliklər də var idi. Var idimi Sovet ideologiyasını irəli sürənlər, yəni onları dəstəkləyənlər var idimi? Bəli, var idi. Cədi dövrdə deyir, ədəbiyyatın təbii inkişafı hədsiz dərəcədə güclü idi. Xeyr, ədəbiyyatı o qədər sərhədlər qoymuşdular ki, hardan güclənə bilərdi ki? 4 bizim cavabımız ola bilməz. Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi ədəbiyyata da təsirsiz ötüşmədi. Bəli, çünki Sovet rejimi Azərbaycan ədəbiyyatına çox müdaxilələr eləyirdi. Cavabımız olur 2-3-5 A variantı. Keçdik mətn 36-ya. 36-da deyir ki, mətndəki obrazla bağlı qurulan cədvəldə doğru və yanlış fikirlərin sayı bərabər olmamalıdır. Yəni, 2 doğru, 2 yanlış götürə bilmərik. Mütləqdir ki, ya doğrunun sayı çox olmalıdır, ya da yanlışın. Bunu nəzərə alaraq sual işarəsinin yerinə yazılacaq düzgün variantı müəyyən edin. Oxuyaq. Sakit çox az yeyir, pis yatırdı. Yataqdan könülsüz, süs qarmaqarışıq fikirlərlə qalxırdı. Qalxmırdı, özünü qalxmağa məcbur edirdi. Gözünü açanda daxilində üzücü bir boşluq hiss edirdi. Elə bil, labüd bir bəlanın baş verəcəyini qabaqcadan duyurdu. Son 2 ildə başqalarının əzab-əziyyətinə qarşı çox həssas olmuşdu. Çobudluğa, laqeydliyə, biganəliyə dözə bilmirdi. Özünü yer üzündə bədbəxtlərin bədbəxti hesab edirdi. Evdə ölüm sükutu hökm sürürdü. Hər axşam o özü ilə əzablı mübarizəyə başlayırdı. Ümidsizlikdən və əzabdan gözlərinin altı vaxtından xeyli əvvəl qırış-qırış olmuş, beli bükülmüşdü. Keçək mətnin izahına. Deyir, obrazın psixoloji problemləri olan əsəb xəstəliyinə əziyyət çəkən biri olduğu dəqiqdir. Xeyr, heç də dəqiq deyil. Düzdür, bilirik ki, son zamanlar bu adam əziyyət çəkir nədənsə. Ümidsizlikdən, məsələn, əzab çəkir, ümumiyyətlə danışmaq istəmir, yataqdan qalxmaq istəmir. Düzdür, depressiv bir vəziyyətdə olduğu məlumdur. Amma burada bizə demək bax ki, bunun psixoloji problemləri var. Bəlkə başına hansısa bir xoşagəlməz hadisə gəlib, ona görə bu müvəqqəti bir, necə deyim, bir keçid dövrü yaşayır. Kimsə ona deyə bilməz ki, bu dəqiqdir. Dəqiqdir ki, bu adam psixoloji problemləri olan əsəb xəstəsi bir adamdır. Bunu demək olmaz. Ona görə bu fikir səhvdir. Keçirik ikincisinə. İkincisi deyir ki, laqeydlik və biganəliyi sevməyən bu obraz özünü dəyərli insan hesab edir. Bir hissəsi düzdür, bir hissəsi səhvdir. Çünki deyir ki, laqeydlik və biganəliyi sevmirdi. Bax, burada yazıb. Biganəliyə dözə bilmirdi. Amma özünü yer üzündə bədbəxtlərin bədbəxti hesab edirdi. Amma burada yazıb ki, dəyərli insan hesab edirdi. İkinci bizim doğru cavabımız ola bilər. Xeyr. Çünki bu insan özünü dəyərli hesab eləsəydi, özünü bədbəxt deməzdi. Obraz gələcəkdə qaçılmaz bir bəlanın olacağını düşünüb daxilən üzüntü hissi keçirdirdi. Bəli, bax yazırdı ki, daxilində üzücü bir boşluq hiss edirdi. Elə bir labüd bir bəlanın baş verəcəyini qabaqcadan duyurdu. Gəldik suala. Sualın yerində nə olmalıdır? 2 səhvimiz var. Bura düz qoysaq əgər, onda düzlə səhvin cavabı bərabərləşəcək. 2 düz 2 səhv olacaq. Amma bizə nə lazımdır? Mütləq səhv variant lazımdır ki, bərabərlik yaranmasın. Çünki bizə nə deyib? Yazıb ki, doğru və yanlış fikirlərin sayı bərabər olmasın. İndi baxaq. Sakitin həm yuxu, həm də yemək rejimi pozulmuşdu. Bəli, bu düzdür. Yəni biz düz axtarmırıq. Obrazın yataqdan qalxarkən olan halı başqa vaxtlarda olan halından fərqlənmirdi. Bu da düzdür, fərqlənmirdi. Sakitin ümidsizlik içində olduğu, yalnız gecələr biraz rahatlıq tapdığı görünür. Xeyr, bu səhv variantdır. Çünki gecələr də rahatlıq tapa bilmirdi. Çobudluğa dözüm göstərməyən obrazdır. Düzdür. Evi səs-küysüz olurdu. Çəkdiyi əzablar üz gözündə iz buraxmışdı. Bəli, orada da qeyd edib ki, vaxtından əvvəl gözlərinin altı qırışmış, beli bükülmüşdü. Yəni, bu da artıq qeyd olunub. C variantı bizim doğru cavabımız oldu. Gəldik 22-yə. Deyir ki, mətndəki baba obrazı ilə bağlı doğru fikirləri müəyyən edin. Ailəmiz babamın ad gününə hazırlaşırdı. Babam gülərüz, xoşxasiyyət adamdır. Xocalını tərk edəndən bəri bizimlə yaşayır. Bu müddət ərzində bir dəfə də olsun ad gününü qeyd etməyə razı olmayıb. Deyirdi ki, ad günü keçirmək ona yaraşmaz. Bu dəfə yubileyi 70 yaşı olduğu üçün atam və anam qərara gəldilər ki, babama sürpriz etsinlər. Onun xəbəri olmadan hazırlıq görməyə başladılar. Mən də babama onun zövqünə uyğun hədiyyə hazırlamaq istəyirdim. Babam Xocalıda həkim işləyib, yüzlərlə insana şəfa verib, neçə insanın həyatını xilas edib.
İndi təqaüddədir. İşi üçün, Xocalı üçün çox darıxır. Bu şəkildə bir mətindir. Xocalı soyqırımına aid bir mətindir. İndi burada baba obrazına baxırıq. Deyir ki, doğru fikirləri müəyyənləşdir. Mətnin ilk cümləsi ilə sonuncu abzas arasında məzmun əlaqəsi yoxdur. Bu cümlə səhvdir. Çünki ilk cümlədə də babadan danışırdı, baba ana günündən. Son cümlədə də, yəni məzmun əlaqəsi var. Yenə də babadan danışır da. Başqa bir şeydən danışmır axı. Xocalıdakı işini indi davam etdirmir, çünki təqaüdə çıxıb. Bəli, ikinci variant doğrudur. Çünki yazıb ki, həkim işləyib yüzlərlə insana şəfa verib və s. İndi təqaüddədir. Görürsünüz var. Ay günü keçirmək yaşının çoxluğuna görə özünə sıxışdırmır. Xeyr, bu fikir səhvdir. Çünki orada yazıb ki, Xocalıdan sonra ad günün qeyd eləmir. Yəni o boyda soyqırımı, faciəni görmüş, yəni şahid olmuş bir insan özü üçün ad günü etməyi sıxışdırmır da. Çünki həqiqətən də yaddaşlardan heç getməyən, silinməyən, necə deyim, qanlı bir gündür Xocalı faciəsi. Ona görə də həmin günü görmüş insanlar heç vaxt bunu ömürlərinin sonuna qədər unuda bilmirlər. Xocalıdan könüllü şəkildə tərk edənlərdən biridir. Bu haqda heç bir məlumat yoxdur ki, yəni bu adam Xocalını həqiqətən də mətnin içində elə bir şey görmürük. Həqiqətən də könüllü şəkildə tərk eləyib, yoxsa tərk etməyib. Yəni bu barədə bir məlumat yoxdur. Ömrünü boşa keçirməyib, xeyli insan həyatını qurtarıb. Bəli, 5 də həqiqətən də baba obrazına aid. Yəni bizim variantımız olacaq. C, 2, 5. Keçirik digərinə. 28-də deyir ki, mətndəki adları fərqləndirilən obrazlardan yalnız birinə aid fikri müəyyənləşdirin. Burada Axilles ən cəsur Yunan qəhrəmanlarından biri idi. Onu bütün Yunanistanda məşhur edən isə Troya müharibəsində iştirakçı oldu. Yunanlarla Troyalıların müharibəsi 10 il davam etdi. Böyük Yunan şairi Homer bu müharibəni İlyad əsərində təsvir edib. Troya ordusunun başında Hektor dururdu. Yunanlarda isə ən güclü sərkərdə Axilles sayılırdı. Döyüşlərin birində Hektor Axillesin yaxın dostunu qətlə yetirdi. Bundan qəzəblənən Axilles silahlanıb Hektorla təkbətək döyüşə çıxdı və onu məğlub edib öldürdü. Deməli, burada deyir ki, ikisinə də aid olmasın, yalnız birinə aid olsun. Troya müharibəsində iştirak edib, bəli, ikisi də Axilles və Hektor. İştirak etdiyi müharibə barədə əsər yazılıb, bəli, hər ikisinin iştirak etdiyi müharibə nə idi? Deməli, Troya müharibəsi və İlyada əsərində hər ikisi təsvir olunub. Döyüş qabiliyyətinə malikdir, bəli, çünki hər ikisi döyüşçü idi. Tərkibində yer aldığı ordunun ən güclüsü idi və ya başında dururdu, bəli, Axilles ən güclüsü idi, başda duranda Homer idi. Digər orduda yaxın dostu düşmən ordusunun başçısı tərəfindən qətlə yetirilir. Bəli, E variantı yalnız və yalnız Axillesə aiddir. Çünki Axillesin dostu öldürülmüşdü. E variantı bizim doğru cavabımızdır. Gəldi 26-ya. 26-da deyir ki, hansı cümlələr hansısa mətnin ilk cümləsi ola bilməz. Əgər bu şirədən çox yığıb günün altında saxlasaq, ondan yapışqan kimi sarımtıl kütlə alınacaq. Hansısa bir şirədə məlumat verdimi ki, biz onun ardınca gələn bu cümləni təsvir edə bilək? Xeyr. Deməli, bu cümlə baş cümlə deyil ki, hansısa bir cümlənin ardı olaraq verilməlidir. Bunu deməli götürmürük ilk cümlə kimi. Əlincə qalası xalqımızın qürur duyduğu tarixi abidələrdən biridir. Bəli, bunu baş cümlə kimi, yəni ilk cümlə kimi götürə bilərik və ardıcı da Əlincə qalası haqqında məlumat verə bilərik. Ən çox isə kvadrik yarışlarına və ölümə qədər döyüşən qladiatorların döyüşünə tamaşa edirdilər. Xeyr, yəni bu ən çox dediyinə görə nəsə bir şey yazmalıdır ki, müqayisə şəklində ən çox da bunu ardıcı qeyd etsin. 4-də yazıb ki, Romalılar çox gözəl memar idilər. Bəli, ola bilər. Romalılar gözəl memar olub, filan əl işləri var və yaxud da sənət əsərləri var, ardıcı yaza bilər. 5-də Yunanlar həm də tarixi hadisələr və qəhrəmanlıqlar haqqında uzun poemalar yazırdılar. Nə haqqında məlumat verib ki, ardıcı həm də danışsın. Yəni biz də bunu götürə bilmirik. 10 ilə yazıb ki, ilk cümləsi ola bilməz. Yəni 1, 3, 5 ola bilməz. Hansıdır? E variantı. 26-da da E variantını götürürük. Gəldik 27. Mətnə əsasən cədvəldən uyğun variantı müəyyən edin deyir. Qədim xalq olan Olmeklər təxminən 3 min il bundan əvvəl indiki Meksikanın Veracruz və Tabasco ştatlarının ərazisində yaşayıblar. Onlar əkinçiliklə məşğul idi və çox yüksək mədəniyyətə malik idilər. Həmçinin çox güclü ticarətçilər idilər və öz məhsullarını uzaqda yaşayan xalqlarla dəyişirdilər. Olmekləri qarğıdalı xalqı adlandırırdılar, çünki bu kənd təsərrüfatı büdcəsi onların qidasının əsasını təşkil edirdi. Olmeklər çox yaradıcı xalq olublar. Onlar təqvimi, yazı formasını, rəqəmlərin şəkli sistemini ixtira ediblər. İndi burada deyir ki, uyğun variantı seçin. Uyğun o deməkdir ki, yəni bax burada doğru olmalıdır ki, bax burada doğru ilə uyğunlaşsın. Yəni hər ikisi doğru olmalıdır, hər ikisi yanlış olmalıdır. Bax bu uyğun deməkdir. Əgər biri doğru, biri yanlış olsa, uyğunsuzluq. Getdik. Deyir ki, Olmeklər yaradıcı xalq olsalar da başqa xalqlarla əlaqədə zəif idilər. Bu fikir səhvdir.
Çünki onlar zəif deyildilər başqa xalqlardan, amma burada doğru yazıb. Deməli, A variantını götürə bilmərik. Səhvlə düz götürmürük. Bəzi ixtiralar olmeklərlə bağlıdır. Bəli, bağlıdır. Amma bura yanlış yazıb. Deməli, B variantını götürə bilmirik. Mətndə olmeklərin mədəni xalq olmasından bəhs olunsa da, onların məşğuliyyətləri barədə məlumat verilməyib. Yalandır. Çünki məlumat verilmişdi ki, onlar nə ilə məşğul olurdular? Ticarətlə, əkinçiliklə və s. Hələ qədim zamanlarda ticarət və yaradıcılıq sahəsində uğurlu olan xalq olmuşdur. Bəli. Qarşısına nə qoyub? Doğru. Deməli, doğruya doğru uyğun istəmişdimi bizdən? Bəli, uyğun. Deməli, olacaq nə? D variantı bizim cavabımız. C, E-də gedəcək. Olmeklərin inkişafının bir səbəbi də öz məhsullarını uzaqlarda yaşayan xalqlara satmaları idi. Bu doğru görünür. Çünki həqiqətən ticarətlə məşğul olmaq bir xalqın inkişafına böyük təsir göstərir. Amma biz özümüzdən fikir yürüdərək bunu təyin eləmirik. Mətnin içində o cümlə keçmədiyinə görə biz bunu yanlış olaraq götürüb doğru ilə uyğunsuz qəbul edirik. Keçdik 34 sonuncu mətnimizə. Qatar işıqları yanan bir mərtəbəli kiçik stansiyada dayanmadan soruşdu. Nərgiz stansiyanın adını da oxuya bilmədi. Nərgiz, qızım, siz niyə yatmırsınız? Aleksey Markoviçin sakit, mehriban səsi Nərgizi fikirdən ayırdı. Bir saatdan çox idi ki, Nərgiz yatmağa çalışırdı. Ancaq mümkün olmurdu. O gözünü yuman kimi anasının fəryadını eşidirdi. Elə bil anası qaranlıqda gedən qatarın dalınca qaçır, qatarı yaxalayıb saxlamaq istəyir, buna gücü çatmırdı. Yuxum gəlmir, bəs siz niyə yatmırsınız, Aleksey Markoviç? Mənim də yuxum qaçıb, yata bilmirəm. Əlbəttə, siz yaşlı adamın yolda yatması çətindir. Eşitmişəm, adam qocalanda gərək öz çarpayısında yata. Belə bu cür mətindir. İndi yazıb ki, mətnə əsasən hansı fikri əminliklə demək olar. Yəni, %100 deyərik ki, bu həqiqətən də doğrudur. Adı deyir ki, Nərgiz vəfat edən anasının xəyalını beynindən silə bilmir, hətta onu rahat yatmağa da imkan vermirdi. Ona rahat yatmağa da imkan vermirdi. Düzdür, bax burada yazıb ki, gözünü yuma bilmir, anasının fəryadını eşidir, anası qaranlıqda sanki qatarın dalınca qaçır. Amma burada anasının ölməyi barədə, vəfatı barədə heç bir kəlmə də verməyib axı. Burada qız anasından ayrıldığına görə bu şeyləri də təsəvvür edib yaşaya bilər. Yəni ona ağır gələr də ayrılıq. Və yaxud da həqiqətən anası vəfat etmiş ola bilər. Bu da yəni qıza təsir edə bilər. Yəni dəqiq bir söz deyə bilmirik. Əminliklə demədiyimizə görə səhvdir. Altından xətt çəkilən fikir sübut olunan faktdır. Xeyr, bax burada deyir ki, eşitmişəm adam qozalında gərək öz çarpayısında yata. Fakt nədir? Sübut olunmuş bir fikir. Burada eşitmişəm deyir. Yəni bu mülahizədir, bir fikirdir. Sübut olunmayıb axı. Ona görə beyni götürmürük. Hadisənin baş verdiyi vaxt səhər deyildi. Bəli, həqiqətən də səhər deyildi. Bunu necə sübut eləyə bilərik? Baxın, burada iki nəfərin yatmaq vaxtından danışır. Qız yata bilmir, Aleksey Markoviç yata bilmir. Deməli, bunların yatmaq vaxtıdırsa, burada çox insanın, necə deyim, yatmaq vaxtından söhbət gedirsə, qaranlıqdır. Yəni, insan günortada yata bilər. Amma görürsünüz ki, yəni burada başqa-başqa insanlardan danışırsa, deməli, bu qaranlıq vaxtlarını təsadüf eləyə bilər. Bu bir sübut. İndi gəlirik bura. Görürsünüz, bax, deyir ki, başqa nə idi? Qatar işıqları yanan bir mərtəbəli kiçik stansiyada dayanmadan soruşdu. Yəni, stansiyanın işıqları yanırsa, ola bilsin ki, axşamdır. Yəni, mən belə düşünürəm ki, axşam vaxtı yandırırlar. Sonra baxaq görək nə ilə sübut eləyə bilərik. Baxın, yatmağa çalışırdı, gözünü yuman kimi anasının fəryadını eşidirdi. Anası qaranlıqda gedən qatarın dalınca qaçırdı. Bax, burada da qaranlıq sözünü keçiriblər. Çünki qız yatmayıb bax ki, yuxusunda qaranlığı görsün. Yəni, həmin vaxtlarda artıq hava qaranlıq olduğuna görə təsəvvürünə də qaranlıq gəlir də. Elə bilir ki, həmin o gedən qatar axşam vaxtı və anası da o qatarın arxasıca qaçır. Yəni, C variantı sübut olunur ki, həqiqətən də səhər deyil. Deyir ki, Nərgiz və Alekseyi yatmağa qoymayan eyni problemdir. Xeyr, Nərgiz anasına görə yata bilmirdi. Aleksey Markoviç də yaşlı adam idi, mətndə keçənlərə əsasən təsəvvür eləyirik və qatarda yata bilmirdi də, yerini dəyişib. Sonra mətndəki obrazlar artıq 3 saat idi ki, qatarla yola düşmüşdülər. Xeyr, bunu sübut yetirən heç bir fikir yoxdur. Yazıb ki, 1 saatdan çox idi ki, Nərgiz yatmağa çalışırdı. Bir dənə burada saat söhbəti gedib, amma onu da deməyib ki, bunlar neçə saatda qatarda olublar. Yəni doğru cavabımız olur C. Burada da mətnlərin izahı bitir. Ümid edirəm hər biriniz üçün faydalı oldu.